Samsung böhranın dibində qənaət rejimi. Samsung şirkəti son illərin ən böyük maliyyə sarsıntısını yaşayır və rəsmi olaraq çətin günlər rejiminə keçir. Çip istehsalındakı bahaçılıq və qlobal logistika problemləri şirkətin gəlirlərini 60% aşağı salır. İndi hər bir qəpiyə qənaət edilir və innovasiyaların taleyi sual altındadır. Şirkət daxilində bütün xərclərin 30% azaldılması barədə çox ciddi tapşırıq verilir. Hətta ən yuxarı vəzifəli şəxslər belə artıq təyyarələrdə sadə ekonom siniflə səyahət edirlər. Bu vəziyyət yeni Galaxy cihazlarının texniki göstəricilərinin zəifləməsinə səbəb ola bilər. Hazırda bazarda 3000 manata yaxın qiymətlərlə satılan flagmanların gələcək nəsilləri bəlkə də daha baha olacaq. Yarımkeçiricilərin qiyməti inanılmaz dərəcədə, yəni 850% artdığı üçün istehsal xərcləri artıq nəzarətdən çıxıb. Belə bir vəziyyətdə Samsung öz liderliyini qoruya biləcəkmi? Bu qədər bahalaşma fonunda hələ də Samsung almağa dəyər, yoxsa Çin brendlərinə keçmək vaxtıdır?